İbrahim Nağıyev. Baş məşqçi Nicat Məhərrəmov. Borçalı 1. Cavid Rəhimov 4. Nodar Məmmədov 5. Komandanın kapitanı Orxan Gülməmmədli 6. Emil Məmmədov 8. Teymur Nəsibov 9. Kənan Məsimov 11. Eyvaz Tağıyev 17. Sərxan Əliyev 18. Zeynal Axundzadə 19. Tural Gürbətov 22. Asiman Yusubov 27. Elçin Zeynalov. Komandanın məşqçisi Roman Xıdırov. Oyunun hakimləri Anar Fərəcov, Kənan Məlikov. Sumqayıt 9 oyunun ikisində uduzub 2 dəfə heç edib. 5 oyunda isə qalib gəlib 17 xal toplayıb. Diğer tərəfdə Borçalı isə 9 maçın 3-ündə qalib gəlib. 2 dəfə heç edib. 4 məğlubiyyəti var, 11 xalla 9-uncudur. Sanki artıq çempionatda iştirak edən komandalardan 6-sı yüksək pillələrdədirlər. Diğer komandalardan bir qədər uzaqlaşıblar. 7-8-ci pillələrdəki komandaların 12 xalı var və Borçalı bugün qələbə qazanaraq 8-liyə daxil ola bilər. Ancaq təbii ki, elə Sumqayıta da yaxınlaşa bilər. Ancaq Sumqayıtın niyyəti də xal ehtiyatını artırıb, yerini bir qədər daha möhkəmləndirmək, daha yuxarı pillələrə çıxmaqda. Hakimin fiti səslənir və maç Borçalı futbolçularının toxunuşu ilə başlayır. Süleyman Piriyev ilk həmlə Sumqayıtdan olacaq. Elcan Süleyman Piriyevdən sağcaha. İmaməli Nağıyev ötürdü topu Cavidə. Cavid Əliyev sağcaha, orada Nihat top meydandan çıxdı. Cavid Rəhimov. İrəli ötürmə, Nodardan qarşısını kəsdi Süleyman Piriyev. Süleyman. Nihat istiqamətində ötürmə, orada qarşısını kəsdilər. İndi Eyvaz Tağıyev irələməyə çalışdı. Topda son olaraq Eyvazdan çıxdı, out Sumqayıtın. İmaməli Nağıyev altı yerinə yetirdi. Cavid Əliyevdən qapı qarşısını ötürmə. Son toxunuş Elçin Zeynalovdandır. İkinciden zərbə olacaq. Emil Abbaszadə. Emil ötürmə Süleymana. Piriyevdən daha bir ötürmə qapı qarşısına. Önünü kəsdilər. Topu uzaqlaşdırdılar oradan. Süleymandan indi geriyə Elcan. Sariyev, yenidən Süleyman Piriyev. Süleyman keçməyə çalışdı, alınmadı, out. Piriyev, Cavid Əliyev. Geriyə Elcan Sariyev. Yenidən Cavid Əliyev. Cavid Əliyev, Əliyevdən ötürmə Nihada. Nihad Ağayev. Ağayev sağ canlı oynayır. Emil Abbaszade'dən qapı qarşısına. Zərbə alınmadı, topu götürür. Cavid Rəhimov. Cavid. Süleyman başla geriyə. Süleyman Piriyev. Burada Nihad Ağayev. Ona qarşı qaydanın pozulduğunu bildirirdi hakimə. Oyun davam edir. Elcan Sariyev. Ötürmə sağcaha Süleyman Piriyev. Elcan Sariyev. İmaməli Nağıyevdən geriyə Elcan. Elcan Sarıyevdən sağcaha. Nihad başla indirir. Cavid özünü çatdırmağa çalışdı, alınmadı. Uzaqlaşdırdılar topu oradan.
Sumqayıtın hücumu davam edəcək. Yan xətdən Emil Abbaszadə out yerinə yetirdi. İmaməlidən əvvəl Kənan topa toxundu, meydandan çıxardı Məsimov. Süleyman Piriyev geriyə. Elcan. Elcan Sariyev. Elcan baxdı qapıya. Sariyevin zərbəsi. Orxan Gülməmmədlidən qayıdır top. Out. Emil Abbaszadə. Süleyman Piriyev. Ötürmə Orxan qarşısını kəsdi. Elçin Zeynalov, ondan solcuha Evaz, Emil, qapçıya, Elcan. Uğursuz toxunuş, out. Porçalının da Evaz zədələndi. Üzünə toxunuş olduğunu bildirir Tağıyev. Elçin Zeynalov. Kənana ötürdü topu. Kənan Məsimov. Fitsəslənir, qayda pozulub. İmaməli Nağıyev. Ötürmə Süleyman Piriyevə. Piriyev önündə Elçindir. Piriyevdən əla gördü. Ötürdü. Cavid vaxtında çıxdı, götürdü topu. Rəhimov. Nodar Məmmədov. Cavid Rəhimov. Sol caha. Orxan Gülməmmədli. Yenidən Cavid Rəhimov. Nodar ötürdü topu. Nodar Məmmədov. Cavid. Nihadın təzyiqi var idi. Yenidən Nodardı topla. Məmmədov. Cavid Rəhimov. Cavid. Sağ caha Nodar. Elcan Sariyev. Süleyman Piriyev. İmaməli. Nağıyevin ötürməsi. Cavidi qabaqladılar. Elcandan irəli ötürmə. Top meydandan çıxır. Elçin Zeynalov. Cavid Rəhimov. Ondan irəli Emil Abbaszadə. Uzaqlaşdırdı topu. Elçin Zeynalov topu qəbul etdi. Meydandan çıxmasına imkan vermədi. Elçin. Cavid Rəhimov. Topla irəli çıxdı. Cavid ötürmənin qarşısını kəsir. Süleyman Piriyev dirəyə dəyir top. Süleyman Piriyev. Hesabı aça bilərdi. Aldı orada topu. Ötürmənin qarşısını kəsdi. Zərbə də vurdu amma dirək. Onun sevinməsinə imkan vermədi. Caviddən daha bir səhv ötürmədə. Emil Abbaszadə bu dəfə topla irəliyir. Emil Abbaszadə. Oyun davam edir. Qayda pozulmayıb deyir hakim. Süleyman Piriyevdən geriyə İmaməli Nağıyev. İmaməli sağ caha Cavid. Süleyman Piriyev gəlir. Zərbə qeyri-dəqiq alınır. Cavid Rəhimov başladı. Nodar. Cavid. Rəhimov. Ona irəli ötürmə. İmaməli. Elcan Sarıyevdədir top. Qapıdan zərbə. Cavid Rəhimov. Orxan. Cavid Rəhimov. Topladı. Top meydandan çıxdı. Ötürməyə yenə qeyri-dəqiqdir. Cavidin ötürmələri bugün yaxşı alınmır. Süleyman Piriyevin zərbəsi də dəqiq deyil. Rəhimov. Kənanı düşündü. Məsimovdan toxunuş var idi. Zərbə indirməyə çalışdı amma top meydandan çıxır. Elcan. İmaməli. Nağıyevdən ötürmə Xəyala. Xəyal Xudaverdiyev. Nodar.
Aldı topu Nodar. Məmmədov irəliyir. Sağcaha, Orxan. Gülməmmədli top geçmədi Nihatdan. Ağayev çıxarır topu meydandan. Out. Tural Gürbətov. Elçin Zeynalov. Geriyə. Cavid Rəhimov. Sağcaha Orxan ötürdü topu. Orxan Gülməmmədli. Tural Gürbətov. İmaməli getdi üzərinə. Qayda pozulmuşdu. Topu oyuna daxil etdilər. Elçin Zeynalov. Süleyman ötürmənin qarşısını kəsdi. İndi gedir qapıçının üzərinə. Cavid uzaqlaşdırır. Nihat gözlədi topun meydandan çıxmasını. İmaməli. Elcan. Ötürmə. Out olacaq. Top meydandan çıxır. Cavid Rəhimov. Cavid yenidən topladı. İrəli ötürmə. Başladı bir pas. Zərbə olacaq mı Tural? Gürbətov. Tural ötürmə etdi burada Elçinə. Uzaqlaşdırdı. Emil Abbaszadə. Cavid Rəhimov. Fit səslənir. Qayda pozulub bu epizodda. Qayda pozuntusu qeydə aldı hakim. Fit səslənir. Orxan Gülməmmədli ötürdü topu Cavidə. Cavid Rəhimov. Cavid zərbə vurur. Qeyri-dəqiq alındı Rəhimovun zərbəsi. Gəl ötürmə. Sol cəhətdə Nihat. Topu yaxşı qəbul etmək mümkün olmadı. Elçin ona mane olurdu. Nodar. Ötürmək keçmədi. Emil Abbaszadə. Emil. Hakim fitini səsləndirir. Elçin Zeynalovla Nihat Ağayev yanına çağırır. Yəqin ki, bir qədər əvvəlki epizodla bağlı xəbərdarlıq etdi. Elcan Sarıyev cərimə zərbəsini vurur. Tural Gürbətov. Zərbə qeyri-dəqiq alındı. Elcanın zərbəsindən sonra top Tural Gürbətova dəydi. Qarşısını kəsdi Tural. Amma zərbə qeyri-dəqiq alındı. İndi Elcan Sarıyev topu oyuna daxil edə bilər. Süleyman Piriyev. Piriyev topla irəliyir. Ötürdü Nihadan. Nihad Ağayev. Sağ cəhətdə İmaməli. Ağayevdən ötürmə Emil Abbaszadə. Emil keçməyə çalışdı Elçinə. Alınmadı Elçin və top meydandan çıxıb. Korner. Emil Abbaszadə ötürdü topu Süleymana. Piriyev zərbə vurur. Top meydandadır. Çıxmayıb elə. İmaməli. Xəyal. Zərbənin qarşısını kəsdilər. İndi Nihatdan daha bir zərbə uzaqlaşdırdı orada. Sumqayıt futbolçuları bir-birinə zərbə vurdular deyəsən. İki oyuncu Xəyalla İmaməli toqquşdular. Çox təhlükəli alındı Sumqayıtın bu həmləsi. Hesabı açmaq olardı, ancaq zərbədən sonra müdafiədə etibarlı oynadı Borçalı kollektivi. Nodar. Süleyman Piriyev aldı yenə topu. Xəyal irəli. Xəyaldan ötürmə Süleyman Piriyev. Daha bir pas və gol!
pressiya Sumqayıtdan. Xəyal gəldi, ötürdü sol caha. Süleymanın asisti, Nihadın qolu Ağayev. Sumqayıt hesabı açır, 1-0. Nihad Ağayevin vurduğu golla Sumqayıt hesabda irəlidədir. Yaxşı əks hücum izlədik, əla kombinasiya izlədik Sumqayıtlılardan. Sumqayıt komandası oyunda hesabı açır. Golun müəllifi 50 nömrəli oyuncu Nihad Ağayev. Süleyman Piriyev, Nihad, ötürmə Elcana, Elcan Sarıyev. Burada Elcan vaxtında topu götürdü. Süleyman, Piriyevdən Sağcahan, Nihad deyəndən topla Ağayevdən bir qədər geriyə İmaməli. Nağıyev vurur, Xəyal. Bəlkə də topa toxunmamalıydı. Ötürmə Tural. Geriyə Orxan. Gülməmmədli. Caviddən irəli ötürmə. Elcan üçün buraxdı topu orada. Nihad Ağayev. Nihad yenidən. Elcan. Süleyman Piriyev. Süleyman irəliyir. Piriyevdən ötürmə. Dəqiq alınmadı. Top meydandan çıxdı. Cavid Rəhimov. Təzyiq vardı ona. Üzərinə gedən Yusif Rufullazadə idi. Nihad Ağayev. Yusif transfer dönəmində Sumqayıtın yeganə transferidir. Rufullazadə. Elcan Sarıyev. Ondan irəli ötürmə. Orxan qarşıladı. İndi Turaldadır top. Qürbətov. Eyvazla oynayır. Eyvaz Tağıyev irəliyir sol cinahda. Eyvaz keçməyə çalışdı. Alınmadı. Tural zərbə qeyri dəqiq alınır. Elcan Sarıyev. Elcan. Top meydandan çıxdı. Nodar. Ötürmə Cavidə. Cavid Rəhimov. Ondan irəli ötürmə. Nihad Ağayev başla indirdi. Yusif üçün. Ona mani ola bildi Orxan Gülməmmədli. Eyvaz Tağıyev. Eyvaz ötürmə. Tural Qürbətov. Tural. Qürbətov. Nodar. Orxanla oynadı. Orxan Gülməmmədli. Maçda 16 dəqiqə geridə qalıb. Sumqayıtın bir top fərqi ilə üstünlüyü var. Nihad Ağayevin vurduğu golla. Cavid Rəhimov. Cavid baxdı. Zərbə vurdu. Elcan topu götürür. Sarıyev. Elcanın zərbəsi. Eyvaz qarşısını kəsdi orada. Tural Qürbətov. Sol canah ötürmə Yusifdən. Top meydandan çıxdı. Sürətli, qüvvətli alınmışdı ötürmə. Cavid Rəhimov. Eyvaz Tağıyev. Eyvazdan ötürmə. İmaməli kəsdi qarşısını. Yusif Rufullazadə. Yusif Rufullazadə zərbə vurur Orxan Gülməmmədli. Out. Ötürmə qapı qarşısına. Cavid Rəhimov. Tək əllə. Topu orada uzaqlaşdırdı. Out yerinə yetirilir. Elcan Sarıyev. Yusif, Nihad geriyə. Elcan yenidən topladı. Sağ cinahda Nihad Ağayev. Nihad ötürmə. İmaməliyə Nağıyev və Cavid Rəhimov topladı. Xəyal, Nihad. Yenidən Xəyal, Xudaverdiyev, Elçin Zeynalovuna mani oldu. Fit səslənir. Sərbəst zərbə təyin edilir.
Orxan topu oyuna daxil etdi. Cavid. Sumqayıtındır. Ötürmə Nihada. Nihad Ağayev. Daha bir Sumqayıt üçün. Borçalı futbolçular çıxardılar meydandan topu. Xəyal Xudaverdiyev. Yusif Rufullazadə yaxınlaşdı ona. Ötürmə Yusifə. Rufullazadə geriyə. İmaməli Nağıyev. Xəyal Eyvaz Tağıyev çıxarır topu meydandan. Küncdən zərbə. Yusif Rufullazadə. Xəyal oynamaq olar. İmaməli ötürdü qapı qarşısına, daha bir korner. Yusif Rufullazadə. Yenə İmaməli. Bu dəfə zərbə vura bildi, amma top meydandan çıxdı. Cavid Rəhimov. Borçalı azarkeşləri. Komandalarını qola səsləyirlər. Orxan Gülməmmədli geriyə. Cavid Rəhimov. Cavid sağ cəha orada. Top meydandan çıxır. Out olmalıdır. Amil Cəfərov. Nihaddan başla. Geriyə Elcan Sarıyev, yenidən Nihad Ağayev. Sağ cəha ötürmə, dəqiqə alınmadı. Top meydandan çıxır. 20-ci dəqiqə yarılanıb oyunda. Hesab 1-0-da hələ ki. Bugünkü oyunlar hələ ki o qədər də məhsuldarlığı ilə seçilmir. İmaməli Nağıyev. Top oyuna daxil etdi. Nihaddan geriyə Elcan. Elcan Sarıyev. Amil Cəfərov. Elcan. İmaməli sağ cəhddən. Sumqayıt hücumu. Təzyiq orada. Borçalı futbolçularına, amma irəli ötürmə dəqiq alınmadı Nodar Məmmədovdan. Süleyman Piriyev. Süleyman Piriyev. Baxır irəli. Süleyman özü orada irələmədi. Saxladı topu İmaməli üçün. İmaməli Nağıyev. Elcan. Amil Cəfərov. Sol canlı oynadı. Ötürmə qapı qarşıda Amil Cəfərov zərbə vurmağa imkan tapdı. Cavid Rəhimov topu götürdü. Cavid. Təzyiq var idi. İkinci qolu vurmağa çox yaxın oldu Sumqayıt. Çətinliklə Cavid o təzyiqdən çıxa bildi. Ötürmə Amil Cəfərov qarşıladı. Out. Eyvaz. Orxan Gülməmmədli. Orxan. Elçin Zeynalov. Elçin Zeynalov irəliyir. Ötürdü Eyvaza. Eyvaz. Orxan onu qabaqladı. İmaməli çıxardı topu meydandan. Out Borçalının. Orxan Gülməmmədli. Orxan. Ötürmə Elçin Zeynalov. Qapçı ötürür topu. Cavid Rəhimov. Nodar. Məmmədovdan sola Elçin. Mərkəzdə Eyvaz. Baxdı qapıya. Tağıyev vurur. Zərbə dəqiq alınmadı. Elcan Sarıyev. Amil Cəfərov. Təzyiq var. Elcan uzaqlaşdıra bildi orada topu. Elçin Zeynalov. Emil Abbaszadə. Emil Abbaszadə. Görək nə qərar verəcək Sumqayıtın kapitanından. Sol can ötürmə Amil qapı qarşısına çevirdi dərhal. Ancaq Kənan Məsimov orada topa toxunur və top meydandan çıxır. Korner. Cavid. Ötürmə Emilə. Emil Abbaszadə. Elcan Sarıyev. Süleyman istiqamətində ötürmə. Piriyev. Zərbə alınmadı. Cavid. Daha bir pas. İndi çətinliklə orada topu uzaqlaşdırdılar. Borçalı müdafiəçiləri. Elcan Sarıyev. Təzyiq vardı ona. Topu uzaqlaşdırdı. Meydandan çıxardı. Out Borçalının. Yavaş-yavaş ilk hissənin sonlarına yaxınlaşırıq. Sumqayıtın üstünlüyü davam edir. Nihad Ağayevin vurduğu qolla. Elçin Zeynalov. Elçin. Ötürmə sol cəha. Orxan
Gülməmmədli ötürür qapı qarşısına. Kənan zərbə olacaqmı? Yenidən Orxan. Gülməmmədli bir qədər geriyə. Eyvaz topu buraxdı amma Emil də orada. Emil Abbaszadə. Emil keçdi. İrəliyir. Sağında İmaməli var. Ötürdü onu. Topu İmaməli zərbə vurur. Cavid. İmaməli təzyiq etsə də Cavid yenə topu götürür. İndi Borçalı hücumu Kənan Məsimovla təhlükəli ola bilər. Kənan ötürmə qapı qarşısına. Amil Cəfərovdan toxunur. Süleyman Piriyev topu uzaqlaşdırdı. Çıxardı meydandan out Borçalının. İlk hissənin sonlarında hesabı bərabərləşdirmək niyyətindədir Borçalı komandası. Nodar ondan geriyə Elçin Zeynalov. Elçin solunda Cavid top gözləyir. Zeynalov hələ kötürmə etməyib. Yalnız indi sol cinahlı oynayır. Cavid Rəhimov baxdı, ötürdü topu Elçin Zeynalova. Elçin önündə Emil Abbaszadədir. Zeynalov yenə sol cinaha Cavid Rəhimov çatdı topa. Qaytardı yenidən Elçinə. Zeynalov. Elçin Zeynalov. Ötürdü sol cinaha Orxandan qapı qarşısına. Cavid orada uzaqlaşdırır. Zeynalov. Tağıyev. Təzyiq vardı ona. Qayda pozuldu. Cavid Əliyev qaydanı pozub. Hakim vərəqə ilə gəlir. Oyunda ilk sarı vərəqə Sumqayıtın 19 nömrəli oyuncusu Cavid Əliyevə göstərilir. Maçda da artıq 25-ci dəqiqə başlayıb. Zərbə fitdən sonra indirilə bilər. Fit səsləndi. Elçin Zeynalov ötürdü topu. Nodar Məmmədovdan qapı qarşısına. Dəqiq alınmadı. Top meydandan çıxdı. Elcan Sariyev. Elcandan irəli ötürmə Nihad istiqamətində. Ağayev. Nihad. Ağayev orada Elçin Zeynalovun mübarizə aparır. Hakim qalx deyir. Qayda pozulmayıb. Elçin Zeynalov əks uzma çıxarır komandasına. Elçin ötürmək keçmədi. Emil qarşısını kəsdi. Nihad Ağayev oyunun sonlarında tempə baxın. İndi 2-yə 2-dir. Emil ötürdü sağca. Amma qısa alındı bu ötürmə. Bununla belə Süleymana dəyən top yenidən Sumqayıtdadır. Emil Abbaszadə aşırmağa çalışdı. Alınmadı. Top meydandan çıxdı. Qapıdan zərbə. 25 dəqiqə bitib. İlk hissənin əsas vaxtı başa çatıb. Orxan Gülməmmədli geriyə. Cavid Rəhimov. Cavid. Rəhimovdan irəli ötürmə. İmaməli başla topu meydandan çıxarır. Out. Borçalının. Eyvaz. Eyvaz Tağıyev. Kənan zərbə vurdu orada. Amma Süleyman Piriyev bu zərbənin qarşısını kəsir. Bəlkə də ilk hissədən əvvəl hesabı bərabərləşdirə bilərdi Borçalı, ancaq burada Süleyman rəqibə mane oldu və ilk hissə bu hesabla başa çatır hörmətli izləyicilər və biz də fasilə ayrılırıq. İkinci hissədə yenidən görüşərik.
Hörmətli izləyicilər, yenidən Bakı Tenis Akademiyasına bağlanırıq Sumqayıt Borçalı maçında. İlk hissədən sonra Sumqayıtın 1-0'lıq üstünlüyü var. Oyunda yeganə qolu Nihat Ağayev vurub, fit səslənir və elə Ağayevin toxunuşu ilə ikinci hissə başlayır. İlk hissənin sonlarında təzyiqi artırmışdı Borçalı, hesabı bərabərləşdirməyə çalışırdılar, ancaq alınmadı. Görə ikinci hissədə komandalar nə ilə yadda qalacaqlar. Cavid Rəhimov ötürmə Orxan Gülməmmədli. Cavid Rəhimov Eyvazla oynadı. Tağıyevdən sol canaha Tural Qürbətov baxdı qapıya, zərbə qeyri-rəyə qalındı. Tural Qürbətovdan. Elcan Sariyev. Ötürmə başlı Orxan qarşıladı. Tural Qürbətov. Süleyman Piriyev. Eyvaz Tağıyev. Tural Qürbətov sol canaha Orxan Gülməmmədli. Orxandan geriyə Eyvaz Tağıyev. Eyvaz ən geriyə Cavid Rəhimov. Cavid ötürdü topu irəli. Elcan çıxdı başlı, uzaqlaşdırdı topu. Out Borçalının da, Elcanın da çiyini zədələndi bu epizodda. Out yerinə yetirildi. İndi irəli ötürmə. Sumqayıt əks sürətli çıxa bilmədi. Out Borçalının Kənan Məsimov. Eyvaz üçün buraxdı topu. Eyvaz Tağıyev. Ötürmə geriyə Cavid Rəhimov. Cavid Rəhimov zərbə vurur. Qeyrdəyə qalındı onun zərbəsi. Süleyman, Elcan yenidən Süleymanla oynuyor. Piriyev. Süleyman Piriyev. Elcan Sariyev ötürdü topu. Sariyevdən irəli Nihat. Başlı ötürmə Caviddədir top. Cavid Rəhimov. Tural Qürbətov. Out olacaq. Süleyman Piriyev, Xəyal, geriyə Elcan Sariyev, ondan irəli ötürmə Eyvaz Tağıyev qarşıladı. Süleymanda top yenidən Piriyev, sağ canaha Emil, çatdı mı topa, yox. Borçalı azarkeşləri ikinci hissədə daha istəklidilər. İlk hissənin sonlarında başlamışlar komandalarını dəstəkləməyə, ikinci hissədə daha aktiv görünürlər. Süleymandan ötürmə qeyri-rəyə qalındı, top çıxdı meydandan. Out, Nodar. Cavid Rəhimov, Nodar Məmmədov. Eyvaz Tağıyev. Eyvazın ötürməsi İmaməli. Kənan. Kənandan geriyə. Out. Orxan Gülməmmədli. Cavid Rəhimov baxdı qapıya, Cavid zərbə vurur, Eyvaz. Emil Abbasadə yoxlamaq istədi, alınmadı, top ayağına oturmadı. Bununla belə Emillə hücum davam edir. Eyvaz sürüşmə fənnidir bu. Sərbəst zərbə təyin edilir. Bu isə sərbəst zərbədir. Süleyman Piriyev topun yanında da birbaşa zərbə olmaz. Piriyev ötürmə sağcana Emil Abbaszadə, Kənandan qayıdır top. İmaməli, Nağıyevdən qapçıya Elcan Sariyev. Elcan Sariyev ötürdü topu İmaməliyə, Nağıyev, onun ötürməsi Tural Qürbətov qarşıladı. Emil Abbaszadə, Emil zərbə vurur, Tural Qürbətov qarşını kəsdi. Tural uzaqdan yoxlayır, amma Elcan yerindədir. Sariyev götürdü topu.
Elcan. Sariyev. Ötürmə irəli, xəyaldan toxunuş, top meydandan çıxır, qapıdan zərbə qeyd etdim. Bugünkü oyunlar o qədər də hələ ki məhsuldar deyil. Günün ilk maçında Aznur Galaxy-ni 2-1 hesabı ilə məğlub etdi. İkinci oyun isə hələ ki 1-0 hesabı ilə davam edir. Eyvaz Tağıyev. Out Sumqayıtındır. Eyvazdan çıxır elə top. Emil başla geriyə. Elcan. Elcan Sariyev. Ondan irəli ötürmə. Emil Abbaszadə. Emil dönməyə çalışdı, alınmadı. Tural Qürbətovdan ötürmə. Elcan Sariyev götürür topu. Emil Abbaszadə döndü, İmaməliyə ötürdü. İmaməli Nağıyev. Nağıyevin ötürməsi, Xəyal. Cavid. Nodar, yenidən Caviddədir top. Cavid Rəhimov, ondan irəli Elcan Sariyev. Nihad Ağayev. Nihad. Sağda Emil oynamaq olar, belə də etdi. Emil Abbaszadə önündə Elçin Zeynalov, Emildən daha bir ötürmə Nihad Ağayev. Cavid götürdü topu, Rəhimov. Elçin Zeynalov. Elçin irəliyir, Zeynalov sağca ötürmə, qeyri-dəqiq alınır. Top meydandan çıxır. Xəyal Xudaverdiyev. Xəyal sol caha, zərbə Süleymandan qeyri-dəqiq alındı. Cavid Rəhimov. Qapıdan zərbəni yerinə yetirəcək. İmaməli. Emil Abbassadəyə ötürmə alındı. Emil, Süleyman, qapı qarşıda Nihad Ağayev. Vurmalıydı bu topu. Nihad orada ötürmə düşündü, amma zərbə lazım idi. Dubl etməliydi burada. Nihad ancaq yararlana bilmədi bu epizoddan Sumqayıt komandası. Caviddən irəli ötürmə, Tural Qürbətov. Tural döndü, Qürbətov. Xəyal çıxardı topu meydandan. Outboard çalının. Elçin Zeynalov. Ötürmə, Tural başla zərbə qeyri-dəqiq alınır. Qürbətov. Qapçı irəli çıxmışdı, zərbə vura bildi Tural orada, amma qeyri-dəqiq alındı onun zərbəsi. Elcan Sariyev. Ötürmə Anar Əhmədzadəyə idi. Tural Qürbətov soldan Odar top gözləyir. Tural vurur, Kənana dəyir top. Turalın zərbəsindən sonra top komanda yoldaşına dəyərək meydandan çıxır. Out Sumqayıtındır. Emil Abbaszadə. Elcan. Süleyman. Piriyev. Ötürmə. Qapçı götürür topu. Cavid. Elçin Zeynalov. Cavid Rəhimov yenidən Elçin Zeynalovlu topla. Cavid. Nodar ötürmədə, Kobud səhv, Emil Abbaszadə 4-ə 2-dir, yararlanmalı bu epizoddan. Sumqayıt ötürmə Süleymana, Piriyev, daha bir pas, Anar! Daha doğrusu, Anarla Nihad idi orada zərbəni vuran, Nihad Ağayev oldu. Bu dəfə də ikinci gol vura bilmədi Sumqayıt. Tural topu saxladı meydanda, Qürbətov. İmaməli orada, ayaq qoydu, indi Kənan, yenə İmaməli qaydanı pozub Nağıyev. Cərmə zərbəsi olacaq. Sarı vərəqə göstərildi Elvin Əhmədova. Ehtiyatda əyləşən qapçı. Sumqayıtın golkiperinə sarı vərəqə göstərilir Elvin Əhmədov. Etiraza görə. Gol istəyir, gol gözləyir. Borçalı azarkeşi. Tural Qürbətov və Kənan Məsimov topun yanındadır. Canlı səddə 3 oyuncu dayanıb. Fit səsləndi. Kənan Məsimov vurur. Zərbə qeyri-dəqiq alınır. Top meydandan çıxır. Anar topu saxladı meydanda. Orxan. Cavid. Elçin Zeynalov
Sol cəhət Tural, Dabir ötürmə, Kənan indirdi topu, Kənan zərbədə vurdu. Dəqiqə alınmadı, ona mane olurdu Anar. Bəlkə də o elə ona görə rahat zərbə vura bilməmişdi. Kənan Məsimov. Cavid Rəhimov ötürmə Turala, tək toxunuşla sola çevirdi. Orxan, Kənan Məsimov dönməyə çalışdı. Aldı topu İmaməli, ötürdü sağ cəha. Nihat Ağayev, Süleyman qoşdu hücuma. Nihat Ağayev ötürmə sol cəha. Anar baxdı qapıya, vurdu zərbəni amma toxunuş var, korner olacaq. Süleyman Piriyevdir topun yanında. Süleymanın ötürmə Nihat Ağayev geriyə, Elcan Sarıyev. Elcan çəkdi sağa, Sarıyev orada riskli oynadı amma ötürə bildi Emilə. Emil Abbaszadə. Emil irəliyir, Abbaszadə ötürdü sol cəha Nihat Ağayev. Nihat Ağayev, Tural Qürbətov kəsdi qarşısını. Turalın ötürdüyü yerdə yalnız Sumqayıt oyuncularıdır. Elcan Sarıyev, Süleyman Piriyev. Süleyman Piriyevdən ötürmə Anara, Anar Əhmədzadə. Elçin Zeynalovdan çıxdı top, out Sumqayıtındır. Anar top oyuna daxil etdi. Süleyman Piriyev. Elcan, İmaməli Nağıyev. Elcan Sarıyev. Elcan Sarıyev. Süleymanla oynadı. Piriyevdən sağa, İmaməli Nağıyev. İmaməlidən ötürmə qapı qarşısına. Orxan, Tural, Nihat. Top meydandan çıxıb. Alt Borçalınındır. Nodar Məmmədov. Nodardan ötürmə Cavid. Rəhimovdan irəli. Zeynal. Topu saxladı, İmaməli gəldi, çatdı, aldı topu. Anar ötürmə Nihada. Nihad Ağayev indirməyə çalışdı. Orxan. İndi Elçin Zeynalovla hücuma çıxan tərəf Borçalıdır. Kənan Məsimov sağ cəha. Ötürmə qapı qarşısına. Elcan Sarıyev. Və vərəqə ilə gəlir hakim. Daha bir sarı vərəqə Borçalı futbolçusuna göstərildi. 18 nömrəli oyuncu Zeynal Axundzadəyə sarı vərəqə verildi. Out. Ötürmə qapı qarşısına Elçinə zərbə imkanı vermədi Anar. İndi Nihad Ağayevdən uzaqdan zərbə. Cavid Rəhimov saxladı topu. Zeynal Axundzadə. Mərkəzdə Elçin. Zeynalov. Yenidən Zeynal. Axundzadə. Cavid Rəhimov. Cavid. Rəhimov. Sağ cəha. Kənan zərbə vurur. Qarşısı kəstilər. Korner olacaq. 38 dəqiqə bitib oyunda yalnız bir gol vurulub. Elçin Zeynalov. Elçindən ötürmə İmaməli. Çıxardı topu. Növbəti korner. Elçin Zeynalov. Ötürmə Nodara. Nodar Məmmədov zərbə vurur. Anar Əhmədzadə. Out yerinə yetirildi. Nodar Cavidlə oynuyor. Cavid Rəhimov. Orxan Gülməmmədli. Yenidən Cavid. Rəhimovdan sağ cəha. Riskli də Orxan çatdırdı özünü topa. Gülməmmədli. Önündə Nihad Ağayevdir. Sağ cəhdə Elçin Zeynalovla oynadı. Elçin Zeynalov. Sağ cəhlə oynuyor. Kənandan ötürmək keçmədi. Out. Borçalı komandasının. Zeynal. Axundzadə. Cavid Rəhimov. Baxdı qapıya. Cavid zərbə vurur. İmaməli qarşısını kəsdi. Qapı boşluq. Anar Əhmədzadə. Anar. Tələsmədilər zərbə vurmağa. Əhmədzadə irəliyir. Anar. Cinaha ötürmə. Yusif Rufullazadə. Süleyman top istəyir. Süleyman Piriyev zərbə vurur. O qədər də qüvvətli alınmadı və Cavid Rəhimov topu götürdü. Cavid. Rəhimov. Evas Tağıyev. İmaməlinin toxunuşu var idi. Nodardadır top. Nodar Məmmədov. Cavid Rəhimov. Elçin yenidən Cavid. Nodar.
Cavid'le oynadı. Rəhimov. Cavid, Rəhimov. Modar, Məmmədov. Cavid. Sağcaha, Eyvaz, Tağıyev. Eyvazdan ötürmə qapı qarşısına Elcan götürür topu. Sarıyev. Nihat Ağayev'le oynadı. Nihat sağında Süleyman var idi, ötürməyə də bilmədi. Top itirdi Elçin Zeynalov. Solcaha, top keçmir. İmaməli Ağayev'dən. Oynadı İmaməli müdafiədə. Süleyman Piriyev. İrəli, Anar gözlədi orada topun gəlməsini. Eyvaz da gözləmirdi onu. Out. Süleyman top oyuna daxil etdi. Elcan. Sarıyev. Amil Cəfərov yenidən Elcan. Sağcaha. İmaməli. Nağıyev. Eyvaz qaydanı pozdu. Sarı vərəqə göstərilir Tağıyevə. Sarı vərəqələrdə hesab bərabərləşir. 2-2 olur. İmaməli Nağıyev. Ötürdü Sağcaha. Yusif Rufullazadə. Yusifdən ötürmə Nihada. Nihad Ağayev qapı qarşısına. Orada heç kim zərbə vurmadı. Zərbə vuran oyuncu tapılmadı. Hücumsa davam edir Amil Cəfərov. Zərbə Cavid Rəhimov çıxardı topu. Korner. Nihad Ağayev yaxşı ötürmə Amil Cəfərovun zərbəsini Cavid Rəhimov dəf edir. Götürdü topu Cavid. Rəhimovdan irəli ötürmə. Elcandadır top yenidən. Elcan Sarıyev. Sağ cəhdə Yusif Rufullazadə. Yusif önündə Zeynal. Rufullazadə. Elcan Sarıyev. Sağ cəhə İmaməli topu buraxdı. Nihat dəyişdi hücumun səmtini sola, amma ötürmə dəqiq alınmamışdı. İndi Eyvaz Tağıyevi qabaqladı orada İmaməli. Süleymansa topu saxladı meydanda, keçdi rəqibini. Ardı gəlmədi. Hücumda olan tərəf Borçalıdır indi. Zeynal Axundzadə. Zeynal irəliyir. Sol cəhə ötürmə. Qarşını kəsdi Nihad Ağayev, amma topu meydanda saxlamaq mümkün olmadı. Out olacaq. Orxan Gülməmmədli. Orxan 43-cü dəqiqə oynanılır maçda. Elçin Zeynalov. Elçin. Sol cəhə Nihad Ağayev qarşılayır. Süleyman Piriyev. Elçin Zeynalov geriyə. Cavid. Qayda pozulmayıb. Burada Süleyman yerdə qaldı. Oyun davam edir. Elçin Zeynalov hakim fitni səsləndirir. Zədəli oyuncu olduğu üçün təbii ki, qayda pozuntusu qeydə alınmır, ancaq meydanda zədəli futbolçular deyə hakim görüşü saxladı. Borçalının hücumu o qədər də perspektivli deyildi bu səbəbdən. Oyunu davam etdirmədi hakim. Əgər təhlükəli hücum olsaydı, burada zədəli oyuncu olsa da oyunu saxlamayacaqdı hakim. İndi də topu Borçalıya qaytaracaq Anar Fərəcov. Top yerə dəyməlidir. Bəli. Orxan Gülməmmədli. Cavid Rəhimov. Elçin Zeynalov. Cavid. Sağ cəhə. Elçin Zeynalov. Cavid Rəhimovdan sola. Eyvaz. Eyvaz Tağıyev. Eyvaz zərbə vurur Amil Cəfərov. Top meydandadır, çıxmadı. Cavid Rəhimov indi. Top meydandan çıxdı. Out. İmaməli Nağıyev. Elcan. Sarıyevdən irəli ötürmə. Emil Abbaszadə döndü vurdu. Toxunuş var. Korner. Günsən zərbə ilə Sumqayıtın hücumu davam edəcək. 45-ci dəqiqədir. Emil Abbaszadədən ötürmə. Amil Cəfərov müdafiəçi kimi oynadı burada. Elçin Zeynalov. Cavid Rəhimov. Cavid.
Tural Qürbətov. Tural. Out. Borçalı'nın Elçin Zeynalov. Cavid Rəhimov. Amil Cəfərov, İmaməli Nağıyev. Cavid götürdü topu. Rəhimov. Orxan Gülməmmədli oyunun sonlarında hesabat tarazlıq gətirə biləcəkmi Borçalı? Elçin Zeynalov. Elçin baxdı irəli, ötürdü Turala, keçmədi top. Emil Abbaszadə. Emil 4-ə 3-dür. Emil Abbaszadə sağı gözlədi, ötürdü topu Amilə. Amil Cəfərov, Amil çəkdi mərkəzə. Cəfərov zərbə vurur, qeyri-dəqiqə alındı. Amilin zərbəsi. Cavid Rəhimov. Elçin Zeynalov. Cavid. Cavid Rəhimov. İlerlədi topla, ancaq ötürməsi keçmədi. Xəyal Xudaverdiyevdən çıxdı top. Out. Eyvaz Sağıyev. Elçin. Təzyiq var ona Xəyaldan. Ötürdü topu Nodara. Nodar Məmmədov. Nodar. Eyvaz. Tağıyev. Toplar əliyir. Sağ cəhdə Eyvaz. Qayda pozuldu Tağıyevə qarşı. Görək cərmə zərbəsini necə yerinə yetirəcək Borçalı tərəfi. Elçin Zeynalov və Tural Qürbətov topun yanındadılar. Fit səsləndi. Tural Qürbətov uzaqlaşdı oradan. Elçin Zeynalov. Elçin zərbə vurur. Elcan Sarıyev. Emil Abbaszadə uzaqlaşdırdı topu. Cavid Rəhimov uğursuz toxunuş. Daha bir zərbə və top dirəkdən qayıdır. Təkrar zərbə Cavid. Rəhimov. Əvvəl dirək, daha sonra Cavid özü. Hesabın 2-0 olmasına imkan vermədi. Xəyalın zərbəsi gol olsaydı. Əla bir zərbə, əla bir gol izləyə bilərdi, amma dirək ona mane oldu. Sumqayıt futbolçularında ikinci belə haldı. İlk hissədə Süleyman Piriyevin də dirəkdən qayıdan zərbəsi var idi. Əslində hesab arasındakı fərq daha böyük ola bilərdi, amma Sumqayıt ələ düşən imkanları sağa, sola xərcləyib ələ ki. Sərbəst zərbə. Borçalı futbolçular top oyuna daxil edəcək. Elçin Zeynalov və Tural Qürbətov yenə topun yanındadılar. Sərbəst zərbədir. Fit səsləndi. Elçin Zeynalov. Elçin topa yaxınlaşır. Zeynalov zərbə vurur. Top qapıdan keçsə də qol qeydə alınmayacaqdı. Sərbəst zərbə idi. 2 toxunuş olmalıdır minimum. Nihat boşla zərbə vurdu orada. Cavid Rəhimov götürdü topu. Caviddən irəli ötürmə. İmaməli. Emil. Tural. Geriyə. Nodar. Nodar. Ötürmə etdi. İmaməli qarşısını kəsdi. Elçin Zeynalov. Elçin. Zeynalovdan ötürmə Asiman Yusubov, Amil Cəfərovuna mane olurdu. Top Cəfərovdan çıxıb, out Borçalının. Ötürmə qapı qarşısına. İmaməli Nağıyev qarşıladı. Nihad Ağayev irəliyir. Nihad Kənan tutub çəkirdi onu. Sarı vərəqə göstərilir Kənan Məsimova. Son ümid foulu olmadığını deyir bunun hakim. Gerdə daha bir oyuncu var idi. Daha doğrusu gerdə olmasa da topa çata biləcəyini bildirir. Bu səbəbdən qırmızı yox, sarı vərəqə göstərilir Kənan Məsimova. 50-ci dəqiqədir, 2 dəqiqə artırılacaq. Oyunun əsas vaxtına daha 2 dəqiqə əlavə olunacaq. İmaməli zərbə vurur, Nihat. Topu uzaqlaşdırdı orada Kənan. Elcan Sarıyev. Elcan. Ondan irəli ötürmə. Süleyman başla qapı qarşısına. Caviddə qalır top. Cavid Rəhimov. Tural Qürbətovla oynayır. Tural Qürbətov İmaməli ilə mübarizəsi. Amil çıxardı topu. Out. Out Borçalının.
Elçin Zeynalov topu oyuna daxil etdi. Nodar Məmmədov, Cavid Rəhimov mərkəzə, Asimandan geriyə. Nodar baxdı qapıya, Məmmədov vurur, Kənan və uzaqlaşdırır orada İmaməli zərbə vurur, amma o qədər də qüvvətli alınmadı. Cavid qayıtdı, gəldi yerinə, 50 dəqiqə tamamlandı, artırılmış ilk dəqiqə başladı. Nodar, ötürmə Turala, Tural Qürbətov, Asiman Yusubov da orada yanındaydı. Turaldan geriyə Nodar, Məmmədov, Cavid Rəhimovla oynadı. Cavid, Asiman Yusubov, baxdı irəli, ötürdü topu Elçin Zeynalova. Elçinin önündə İmaməlidir. Zeynalov sol caha, anlaşılmazlıq, top meydandan çıxır. Out olacaq və İmaməli Nağıyev zədələnib. Desən əzələsini burada dartıb. Burada hər hansı bir müdaxilə yox idi. Hər hansı bir qayda pozuntusu yox idi ona qarşı. Oyun gərgin keçir. Oyunun bəlkə də gərginliyi buna səbəb oldu. İmaməli davam edə bilmir. Artırılmış 1 dəqiqə bitdi. Hakimə bu baxımdan Borçalı tərəfindən etirazlar var ki, bitirilən bu vaxtı da nəzərə almalı olduqlarını bildirir. Yəqin ki, indi daha 1 dəqiqə artırılacaq. Olsa 2 dəqiqə artırılmışdı, 1 dəqiqədə əlavə olunacaq. Elçin Zeynalov Kənanla oynadı. Kənan burada top meydandan çıxıb, out. Nihad Ağayev topu buraxdı Süleyman üçün. Süleyman Piriyev ötürmə geriyə. Elcan Sariyev, Tural gəlir üzərinə. Sariyev topu uzaqlaşdırdı. Ötürmə Emilə, Emil Abbaszadə gözlədi orada Zeynal, aldı topu Nodar. Ötürmə qayda pozulub, Süleyman Piriyev qaydanı pozub. Elçin Zeynalov. Cərmə zərbəsi yerinə itiriləcək. Elçin Cavid onun yanındadır. Ötürdü topu Cavidə. Cavid Rəhimov sol cəha. Zeynal Axundzadə. Zeynal qapı qarşısına. Toxunuş var. Korner. İkinciden zərbə. Hücumu davam edəcək. Borçalı'nın oyunun sonlarında bərabərlik topunu vura biləcəklərmi? Sol cəhdən Zeynal ötürmə. Elçin! Zeynalov bir xalı qopara bilərdi. Zərbə dəqiqə alınmadı. Qapıdan zərbə Elcan Sariyev artırılmış. 2 dəqiqə bitib. Üçüncüsü də bitmək üzrədir. Xəyaldı topla. Xudaverdiyev. Qayda pozuldu. Nodar Məmmədov qaydanı pozub burada. Cərmə zərbəsi olacaq və 3 dəqiqə də bitdi. Artırılmış 3-cü dəqiqədə başa çatdı. Bitdən sonra zərbə indirilə bilər. Xəyal. Fit səslənir. Xəyal Xudaverdiyev. Xəyal. Hələ ki zərbə vurmayıb. Xudaverdiyev topa yaxınlaşır. Xəyal. Xudaverdiyev. Zərbə qeyri-dəqiqə alınır və bu da maçın final fitidir. Sumqayıt ilk hissədə Nihad Ağayevin vurduğu bir qolla qələbəni qazanır. Aktivinə 3 xal yazdırır və xal ehtiyatını bir qədər və artırır. Sumqayıt azarkeşlərini təbrik edirik, hörmətli izləyicilər. Günün ikinci maçından da canlı reportajı başa çatdırırıq.